Bölgə TV bildirir ki, 32 gün azın araşdırmasına görə cari ildə Elşad Həsənovun rəhbərliyi altında fəaliyyət göstərən Yasamal rayon İcra Hakimiyyəti sadəcə 7 ay ərzində 21 milyar 767 milyon 741 min 2 manatlıq tender müqaviləsi bağlayıb. Araşdırma göstərir ki, ilin əvvəlində icra orqanı tender fəaliyyətini 30.04.2025-ci il tarixində İST firmasından 10.560 manatlıq ayı 95 markalı benzin almaqla başlayıb. Daha sonra bağlanmış əsas müqavilələr aşağıdakılarda. Ramcı Qapalı Səhmdar Cəmiyyəti köçürmə işləri üçün daşınmaz əmlakların sökülərək ərazinin təmizlənməsi 17 milyon 51 min AZN, ekspert audit MMC-nin yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi üçün daşınmaz əmlakların ekspertizası və kütləvi qiymətləndirilməsi 1 milyard 975 milyon 390 min 6 AZN. İST firması ayı 95 markalı benzin 10.560 AZN. Ekspert audit MMC yaşayış və qeyri-yaşayış obyektlərinin ekspertizası və kütləvi qiymətləndirilməsi 1 milyon 975 milyon 390 min 6 AZN. Ekspert audit MMC-nin yaşayış və qeyri-yaşayış obyektlərinin ekspertizası və kütləvi qiymətləndirilməsi 763 min 401 AZN. Qeyd edək ki, rəsmi məlumatlara görə Yasamal rayonunun əhalisi 249 min 335 nəfərdir. Sadə hesablama göstərir ki, təxminən bir sakin üçün 1 milyon manata yaxın pul xərclənib. Gülməli səslənsə də rəsmi rəqəmlər belədir. Beləliklə, Elşad Həsənovun rəhbərliyi altında icra orqanı 7 ayda ümumilikdə 21 milyard 767 milyon 741 min 2 AZN dəyərində tender müqaviləsi imzalayıb. Dilbər Vüqar qızı, Bölgə TV.